Genetik tədqiqat 14 psixi pozuntunu birləşdirən əsas mexanizmləri üzə çıxarıb. Nature jurnalında dərc olunan geniş miqyaslı genetik araşdırma psixi pozuntuların düşündüyümüzdən daha çox ortaq bioloji əsaslara malik olduğunu göstərib. Psixiatrik Genomika Konsorsiumunun alimləri 14 psixi pozuntu üzrə genetik məlumatları analiz edərək riskin hansı hissəsinin ümumi, hansının isə spesifik olduğunu araşdırıb. Tədqiqat nəticəsində psixi pozuntuların genetik riskinin böyük hissəsini izah edən 5 əsas genetik faktor müəyyən edilib. Bu faktorlar ortaq hesabla hər bir pozuntunun irsi dəyişikliyinin təxminən 3/2-ni açıqlayır. Alimlər ən azı bir neçə pozuntu ilə əlaqəli 238 genetik lokus aşkarlayıb. Onlardan 27-si isə bir neçə faktorla ortaq olub. Xüsusilə də depressiya, təşviş və posttravmatik stres pozuntusu arasında güclü genetik oxşarlıqlar müşahidə edilib. Şizofreniya ilə bipolyar pozuntu da eyni qrupa yaxın olub. Araşdırma göstərir ki, mövcud simptomlara əsaslanan diaqnostika psixi xəstəliklərin bioloji mahiyyətini tam əks etdirmir. Mütəxəssislər bu nəticələrin gələcəkdə daha dəqiq, biologiyaya əsaslanan psixiatrik təsnifatların və müalicə üsullarının hazırlanmasına töhfə verəcəyini bildirir. Beyində xərçəng şişləri donduruldu. Böyük Britaniyanın Liverpool şəhərində yerləşən xəstəxanalardan birində beyin xərçənginin müalicəsində innovativ texnologiya tətbiq olunmağa başlayıb. Yeni metod maqnit rezonans tomoqrafiyasından yalnız diaqnostika üçün deyil, eyni zamanda müalicə məqsədi ilə istifadə edilməsini nəzərdə tutur. Texnologiya cərrahi müdaxiləyə ehtiyac olmadan bədxassəli beyin şişlərinin donduraraq məhv edilməsinə imkan yaradır. Metod nəzarət olunan kriomüalicəyə əsaslanır. Bu zaman şiş toxuması elə aşağı temperaturadək soyudulur ki, xərçəng hüceyrələri məhv olur. Proses MRT vasitəsilə real vaxt rejimində izlənilir və bu xüsusilə beynin həssas və çətin əl çatan nahiyələrində yüksək dəqiqlik və təhlükəsizlik təmin eləyir. Cərrahi kəsiklərin olmaması bərpa müddətini qısaldır, ağırlaşma riskini və ağrını minimuma endirir. Məlumata görə texnologiya daha əvvəl əməliyyat edilə bilməz hesab olunan şişlərə malik xəstələr üzərində uğurla sınaqdan keçirilib. Müalicə alan pasiyentlər həyat keyfiyyətinin yüksəldiyini, ağrı səviyyəsinin və psixoloji gərginliyinin azaldığını bildirib. İnsan hüceyrələri yenidən proqramlaşdırılır. Yaponiyanın Keio Universitetinin alimləri regenerativ tibb sahəsində mühüm nailiyyət əldə edib. Aparılan klinik sınaqlarda tədqiqatçılar laboratoriyada yenidən proqramlaşdırılmış hüceyrələrindən sinir toxumasını bərpa etməyə qabiliyyətinə malik hüceyrələrdən istifadə edib. Bu hüceyrələr travmadan sonraki ilk həftələrdə onurğa beyni zədələnmiş xəstələrin zədələnmiş nahiyəsində implantasiya olunub. Hər bir pasiyentin onurğa beyninə təxminən 2 milyon proqramlaşdırılmış hüceyrəsi köçürülüb. İlkin nəticələr olduqca ümidvericidir. Xəstələrdə hissiyatın və əzələ nəzarətinin qismən bərpa olunduğu müşahidə edilib. Bəzi iştirakçılar hətta ayağa qalxaraq bir neçə addım ata bilib. Ən vacib məqamlardan biri isə ilk il ərzində ciddi yan təsirlərin qeydə alınmamasıdır. Bu da metodun təhlükəsizliyini təsdiqləyir. Alimlər vurğulayır ki, terapiya hələ eksperimental mərhələdədir və az saylı pasiyent üzərində sınaqdan keçirilib. Növbəti mərhələdə daha geniş miqyaslı klinik sınaqların aparılması planlaşdırılır. Ölmüş rəqəmsal dirilər, süni intellekt ikinci həyat verir. Yeni texnologiyalar rəqəmsal surətlər yaradaraq mərhumlarla ünsiyyət imkanı verir. Generativ süni intellekt insanların ölüm və kədər anlayışını dəyişməyə başlayıb. Bu yanaşma bəzi insanlara təsəlli versə də emosional prosesi mürəkkəbləşdirir və canlı ilə ölü arasındakı sərhədləri silir. Ekspertlər xəbərdarlıq edir ki, süni intellekt vasitəsilə verilən emosional dəstək empatiya qabiliyyətini zəiflədə, itkini qəbul etmə və təbii kədər prosesini çətinləşdirə bilər. İnsanlar arasında birbaşa ünsiyyət isə həyat və ölüm anlayışlarını dəyişir. Tədqiqatçı Shisei Tei bildirir ki, süni intellekt tərəfindən yaradılan şəxslər qarşılıqlı əlaqə və anonimliyi əks etdirir, lakin fərdi özünü tanıma qabiliyyətindən məhrum edir. Belə sistemlər mürəkkəb emosional təcrübəni sadələşdirir və insanlarla formalaşan kamilliyi heç vaxt əvəz edə bilməz.
sperma donoru qalmaqalı, xərçəng riski olan adamın 200 uşağı da oldu. Avropada aparılan geniş miqyaslı jurnalist araşdırması çox ciddi tibbi qalmaqalı üzə çıxarıb. Xərçəng riskini kəskin artıran genetik mutasiya daşıyan anonim sperm donorunun toxumları ilə azı 197 uşaq dünyaya gəlib. Mütəxəssislərin bildirdiyinə görə bu uşaqların bir qismi artıq müxtəlif xərçəng növlərinə tutulub, bəziləri isə erkən yaşda həyatını itirib. Məlumata əsasən donorun spermasında TP53 genində mutasiya olub. Bu gen orqanizmdə hüceyrələrin xərçəngə çevrilməsinin qarşısına alan əsas mexanizmlərdən biridir. Donorun özü sağlam olsa da, spermasının təxminən 20%-də təhlükəli mutasiya mövcud olub. Həmin toxum ilə doğulan uşaqlarda isə mutasiya bədənin bütün hüceyrələrinə ötürülüb və bu Li-Fraumeni sindromu kimi tanınan ağır genetik risklə nəticələnib. Bu sindrom ömür boyu xərçəngə tutulma ehtimalını 90%-ə qədər yüksəldir. Araşdırma Avropa Yayım Birliyinin jurnalist araşdırmaları şəbəkəsi çərçivəsində 14 media qurumu, o cümlədən BBC tərəfindən aparılıb. Məlum olub ki, bu donorun sperması 14 ölkədə 67 klinikada istifadə edilib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Səhiyyə Sistemi işçi qrupunun video konferans formatında növbəti iclası keçirilib. Bu barədə məlumatı səhiyyə.gov.az saytı yayıb. İclasda gündəliyə müvafiq olaraq səhiyyə sahəsində ölüm səbəbləri üzrə statistik göstəricilərin təhlili aparılıb. Həmçinin ailə sağlamlıq mərkəzlərinin, tibb məntəqələrinin fəaliyyəti, bu sahə üzrə yeniliklər və irəliləyişlər barədə informasiya verilib. Eyni zamanda qurumlar tərəfindən əvvəlki iclasın yekunu üzrə verilmiş tapşırıqlara dair məlumatlar dinlənilib. Sonda 2026-cı il üzrə fəaliyyət planına dair təkliflər müzakirə edilib və növbəti iclas üçün qrup üzvlərinə tapşırıqlar müəyyənləşdirilib. Beethoven virusdan ölüb, saç tellərinin DNT testi keçirilib. Alman bəstəkarı Ludwig van Beethovenin 1827-ci ildə 56 yaşında vəfat etməsinin səbəbi ilə bağlı yeni elmi tapıntılar ortaya çıxıb. Beynəlxalq alimlər qrupu Beethovenin saç tellərindən DNT analizi aparıb. Əvvəllər irəli sürülən bəzi nəzəriyyələri təkrar gözdən keçirməyə imkan verib. Tədqiqat nəticələrinə görə bəstəkar qaraciyər xəstəliklərinə genetik meyilli olub və həyatının son aylarında hepatit B virusuna yoluxduğu müəyyən edilib. Alimlər bu virus infeksiyasının onun müntəzəm alkoqol qəbulu ilə birlikdə ağır ağciyər xəstəliyi, siroza səbəb olduğunu vurğulayırlar. Araşdırma eyni zamanda göstərir ki, xəstəlik Beethovenin eşitmə itkisi və mədə-bağırsaq problemlərini izah eləmir. Bu sahələrdə dəqiq genetik səbəblər hələ aşkar edilməyib. Bu yeni genetika əsaslı araşdırma dahi bəstəkarın ölüm səbəbinə dair ən güclü bioloji sübutları təqdim edir və uzun müddət davam edən mübahisələr yeni elmi baxış qazandırır. Ənənəvi Çin təbabətinin qadınlarda polikistik yumurtalıq sindromu ilə əlaqəli insulin resistensiyasını yüngülləşdirmək üçün bağırsaq mikrobiyomunu dəyişdirə biləcəyi barədə yeni elmi baxışlar ortaya çıxıb. Bu hipotez Frontiers in Nutrition jurnalında dərc olunmuş araşdırmada müzakirə olunub. Məqaləyə görə bağırsaq mikrobiotasının tarazlığının pozulması qalın bağırsaqda iltihabı gücləndirir və insulin siqnalizasiya sistemini pozur. Bunun nəticəsində insulin resistansı yaranır və polikistik yumurtalıq sindromu simptomları ağırlaşır. Tədqiqatçılar bildirir ki, Çin təbabətində istifadə olunan fitokimyəvi maddələr bağırsaq mikroflorasını tənzimləmək və baryerini gücləndirmək üçün perspektivli ola bilər. Həmçinin bəzi dieta əlavələrinin, probiotik və prebiotiklərin istifadəsi bağırsaq mikrobiotasının hormon tarazlığını normallaşdıran istiqamətdə dəyişdirə və iltihabi sitokin səviyyələrini aşağı sala bilər ki, bu da insulin resistansının azalmasına kömək edir. Möcüzəvi implant əlili demək olar ki, sağaltdı. Çində aparılan yeni klinik sınaqlarda tamamilə implantasiya edilən və simsiz işləyən beyin-kompüter interfeysi sayəsində ağır travma nəticəsində 8 ildir paraliz vəziyyətində olan 28 yaşlı xəstə düşüncə gücünə cihazları idarə etməyə bacarıb. Şanxayda yerləşən Huashan xəstəxanasında aparılan əməliyyatdan cəmi 5 gün sonra pasiyent elektrikli əlil arabasını sürməyə, internetə daxil
daxil olmağa, video yarış oyunları oynamağa və ağıllı ev cihazlarını istifadə etməyə müvəffəq olub. Bu uğur Şanxay məşəli Neuroxess şirkəti tərəfindən hazırlanan, tam implantasiya olunan BCI sisteminin insan üzərində tətbiqinin əhəmiyyətini göstərir. Bu növ interfeys beynin elektrik siqnallarını oxuyur və onları kompüter və mexaniki cihazlar üçün əmrlərə çevirir. Beləliklə, sinir sistemi ilə texnologiya arasında birbaşa əlaqə yaradır. Elektrik motor fəaliyyəti itkin olan xəstələr üçün bu texnologiya özünü idarə etmə və ünsiyyət imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Şagirdlərə təhlükəli məhsul verilir. Son günlərdə məktəblilər arasında snus adlanan saqqıza bənzər məhsulun yayılması ilə bağlı narahatlıqlar artıb. Bu məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar hələ də davam edir. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edirlər. Ekspertlər arasında bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilib qiymətləndirilməyəcəyi barədə fikir ayrılıqları var. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun sözlərinə görə snus məhsulunun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar davam edir. O əlavə edib ki, hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur. Eyni zamanda İbrahimov vurğulayıb ki, tərkibində nikotin olan məhsulların və tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satılması qanunvericiliyə ziddir. Yaşıl çay daha faydalı deyil. Yaşıl çayın qara çaydan daha sağlam olması ilə bağlı geniş yayılmış fikir elmi əsaslara tam söykənmir. Bu barədə Rusiyalı tibb eksperti Yekaterina Kaşuk yerli mətbuata açıqlamasında bildirib. Ekspertin sözlərinə görə yaşıl və qara çay eyni bitkidən hazırlanır və aralarındakı əsas fərq fermentasiya dərəcəsidir. Yaşıl çay az fermentasiya olunduğu üçün tərkibində iltihab əleyhinə təsir göstərər və maddələr mübadiləsini sürətləndirən kaxetinlər daha çoxdur. Qara çay isə mədəyə nisbətən daha yumşaq təsir edən teoflavinlər kimi faydalı maddələrlə zəngindir. Mütəxəssis xüsusilə ac qarına içilən tünd çayların mədənin selikli qişasını qıcıqlandıra və dəmirin mənimsənilməsinə mane ola biləcəyini vurğulayıb. O qeyd edib ki, bu baxımdan yaşıl çay həssas mədəsi olan insanlar üçün daha aqressiv təsir göstərir. 106 yaşlı qadın uzun ömürlülüyünün sirrini açdı. Böyük Britaniyada yaşayan 106 yaşlı John Clark uzun və xoşbəxt həyatının sirlərini bölüşüb. Woking şəhərindəki qocalar evində yaşayan Clark 3 dekabr 1919-cu ildə Sheffield anadan olub və 2-ci Dünya müharibəsi, monarxların tac qoyma mərasimləri, ayın fəthi, pandemiya və texnoloji inqilablar daxil olmaqla bir çox tarixi hadisələrin şahidi olub. O həyatının müxtəlif dövrlərində silah zavodunda, mağazalarda və ofislərdə çalışıb. Clark bildirib ki, uzun ömürlülüyünün cəmi 2 sirri var. Əlimizdə olanlara dəyər vermək və çatışmayanlara görə üzülməmək. Xoşbəxt olun və insanlara qarşı mehriban davranın. 106 yaşında olmasına baxmayaraq o kitab oxumağı, musiqi dinləməyi, əl işləri görməyi və çiçək kompozisiyaları düzəltməyi sevir. Heyvanlara xüsusi sevgisi var, xüsusilə Gasper adlı atını qeyd edir. Oxşar fikri Braziliyada yaşayan və hazırda dünyanın ən yaşlı kişisi sayılan 113 yaşlı Juan Marinho Neto'da bölüşüb. O, uzun ömrünü yaxşı insanların əhatəsində yaşaması ilə əlaqələndirir. Balıq yeməyənlər üçün xoş xəbər. Yeni elmi araşdırma göstərib ki, bitki mənşəli omega-3 yağ turşuları gözlənilmədən daha faydalı ola bilər. Yeni elmi araşdırma göstərib ki, bitki mənşəli omega-3 yağ turşuları gözləniləndən daha faydalı ola bilər. Bir il davam edən tədqiqat zamanı iştirakçılar əsasən bitkilərdən alınan omega-3 qəbul ediblər. Xüsusilə kətan toxumu yağı istifadə olunub. Araşdırmanın sonunda onların qan analizlərində ürək və beyin sağlamlığı üçün vacib olan turşular, omega-3 növləri
maddələrinin səviyyəsinin artdığı müşahidə edilib. Əvvəllər bu maddələrin yalnız balıq və dəniz məhsullarından alındığı düşünülürdü. Yeni nəticələr isə göstərir ki, düzgün və balanslı qidalanma şəraitində bitkilərdə olan omega-3 də orqanizmdə aktiv formaya çevrilə bilir. Katan toxumu, chia toxumu, qoz, soya məhsulları və kanola yağı omega-3 baxımından zəngin sayılır. Bu tapıntılar balıq yeməyənlər, vegetarianlar və veqanlar üçün xüsusilə ümidverici hesab olunur. Mütəxəssislər bildirir ki, bitki əsaslı omega-3 mənbələri sağlam qidalanmanın vacib hissəsi ola bilər.